Buraxılış imtahanı üçün qızıl tövsiyələr, amma tam fərqli formatda inkar. Videonu sonuna qədər izləməyəcəksən, səhifəmizə də qəti şəkildə abunə filan olmayacaqsan. 1. Sualın şərtini heç vaxt sonuna qədər oxuma. Nümunə var, üstəgəl onun şərti var. Sən şərti oxusan, suala düzgün cavab verəcəksən. Və düzgün cavab verəndən sonra da sən heç nə gedəcəksən müəllimin, valideynin yanına üzaq. Bu da olmur axı, aksiyon lazım. Ona görə sən fərqlilik üçün sualın şərtini tam axıra kimi oxumursan, nümunəni görən kimi tez cavablandırırsan və salam getdi. İkinci, sualı görən kimi 5 variant var axı ora. Onlar bilmirlər də çox qoyublar 5 variant. Sən sadəcə A ilə B-ni oxuyursan, C, D, Y variantlarını qəti şəkildə oxumursan. Çünki əgər sən C, D, Y variantlarını oxusan, cavabı düzgün tapacaqsan. Ona görə də sən də olmur axı elə. Bir sualı 1 dəqiqə tapası deyirsən ki, bir sualın üzərində 5 dəqiqə, 10 dəqiqə vaxt itirirsən. Sonra da müəllimin yanında, valideynin yanında deyirsən ki, sualları bilirdim, vaxtım çox getdi, vaxtı düzgün bölə bilmədim. Bu olur olduqca maraqlı. Sualın şərtində yanlış deyə bir şey yazılır və ya doğru deyə bir şey yazılır. Qəti şəkildə qələmlə götürüb onu dairələmə. Çünki sən onu dairələsən, orada seçimlər var, 1, 2, 3, 4, 5, 6 belə. Seçimləri 2, 3, 4-cü, 5-ci varianta gələndə bəndləri oxuyan, sən bilmirsən yanlışı tapırsan yoxsa doğrunu. Sən də onu qaraladığın üçün gəlib düz tapacaq. Ona görə yanlışın altına xət çəkmirsən, doğrunun altına xət çəkmirsən. İkisinin yanlışdan, birini doğrudan tapırsan ki, sualın cavabı səhv çıxsın. İmtahandan 2 gün, 1 gün qabaq evdə hamı ilə kobud davranırsan, siz mənim üçün nə eləmsiz deyə sözlər işlədirsiniz. Müəlliminin yazdığı halallıq verirəm filan sözlərinə də fikir vermirsin. Heç özün birinci yazırsan ki, müəllim bilirsiniz nə tərdir filan nə bilim nə belə. Ya da heç yazmırsan, görüldü atırsan. Bu şəkildə də imtahana gedirsən. Bu arada uşaqlar, mizah anlayışı olmayanlar yəqin ki, videomuzun əvvəlindən, yəni mizah anlayışı olmayanlar videonu yuxarı etsinlər, baxmasına. Video tərsində olduğu üçün mən bunu əvvəldə deməlidim, sonunda dedim. Biz zəhmət onlar da bura kimi izləyib sizlərə, öyrənmək istəyənlərə dəstək vermiş oldular. Bizim sürək qruplarımız dərslərə başlayıb, biz orada hər gün canlı yayımlar edirik. Demək olar Azərbaycan dilindən həm mətnlər üzrə, həm dil qaydaları üzrə, bu riyaziyyatdan da, ingilis dilindən də, Azərbaycan dilindən bütün fənn üzrə demək olar sürək qruplarımız başlayıb. İndi bu yaxına bizim ədəbiyyatdan 3-cü qruplar üçün deməli yeni sürək qruplarımız açılacaq. Həmin qruplara da qəti şəkildə qoşulmursunuz. Çünki bu qruplara qoşulandan sonra siz gedib yüksək nəticə əldə edə biləcəksiniz. Yəni, bəlkə də 2 ilə öyrənmədin, gəlib burada 3 ay, 4 ay öyrənəcəksən. Bu nə lazımdır? Təbii ki, bu da sizə lazım olmadığı üçün bu qruplarda məsləhət deyil ki, qoşulmayasın. Yəni, məsləhət ki, qoşulmayasın.